Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yaranıb. Sfera Az Bakı vaxtı aza istinadla xəbər verir ki, bu barədə xalq artistinin oğlu məlumat yayıb. O qeyd edib ki, Rasim Balayev hazırda əsəb pozğunluğu keçirir. Yeni Sabah isə xatırladıb ki, Rasim Balayev 1972-ci ildə atasının vəfatından sonra güclü sarsıntı keçirərək bir müddət xəstəxanada depressiya əleyhinə müalicə alıb. O, 2017-ci ildə Mərkəzi Gömrük Hospitalında Türkiyədən gələn həkim nevropatoloqun nəzarətində də müalicə olunub. Rasim Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Allah şəfa versin.